Bir vaxtlar qlobal miqyasda güclü təsir imkanlarına malik olan Fransa indi ard-arda diplomatik uğursuzluqlarla üzləşir. Xüsusilə Ukrayna müharibəsi ilə bağlı aparılan sülh danışıqlarında kənarda qalması Fransanın diplomatik zəifliyini açıq şəkildə ortaya qoyur. ABŞ və Rusiya sülh prosesini müəyyən edən əsas tərəflər kimi çıxış edir. Avropa İttifaqı isə müşahidəçi mövqeyində dayanır. Siyasi səhnədə bu durumu ən çox tənqid edənlərdən biri sağ yönümlü Milli Birlik Partiyasının lideri Marine Le Pen'dir. O hesab edir ki, Prezident Emmanuel Macron və komandası ölkəni diplomatik uğursuzluqlar girdabına sürükləyib. Le Pen və onun partiyası Fransa parlamentində müzakirəyə çıxarılacaq Ukraynaya yardımların artırılması haqqında qətnaməni dəstəkləmək niyyətində deyil. Siyasətçi açıq şəkildə bildirir ki, bu sənəd Ukraynanın Avropa İttifaqına üzv olması məsələsini ehtiva edir və bu Fransa üçün ciddi iqtisadi təhlükələr doğura bilər. Onun sözlərinə görə Ukraynanın Avropa İttifaqına qoşulması Fransanın kənd təsərrüfatı sektorunun çökməsi deməkdir. Çünki ucuz və böyük həcmdə kənd təsərrüfatı məhsulları istehsal edən Ukraynanın bazara daxil olması Fransa fermerləri ilə qeyri-bərabər rəqabət şəraiti yaradacaq. Bu isə Le Pen'in ifadəsi ilə desək, fransız fermerlərin ölüm hökmü olacaq. Bir vaxtlar dünyanın əsas güc mərkəzlərindən biri olan Paris, indi keçmiş müstəmləkələrində belə təsirini saxlaya bilmir. Afrikada Fransa üçün sonun başlanğıcı artıq gerçəkləşib. Fransanın beynəlxalq arenada ard-arda yaşadığı məğlubiyyətlərin ən acı səhifələrindən biri də Cənubi Qafqazda yazıldı. Azərbaycanın 2-ci Qarabağ müharibəsində qazandığı tarixi qələbə regionun siyasi xəritəsini dəyişdi. Eyni zamanda Parisin geosiyasi ambisiyalarını alt-üst etdi. Ölkə daxilində isə Marine Le Pen kimi siyasətçilər həyəcan təbili çalaraq bu prosesin qarşısını almağa çalışırlar.